haqqında danışacağım orada. Qədirin Qədirsizliyi, Vətənim Aybəniz xanım. Bunlar çox təsirli mövzular. Vətənim Aybəniz xanım. Getdi Şuşada, dedi bizim dostumuz var. Çingizin. Bəli. Buradadılar, Aybəniz bacı. Biz getdik ora. Bu Çingiz bəyin həyat yoldaşı. Demək, həyat yoldaşı Aybəniz xanım. Ondan sonra yazmışdım. Vətənim Aybəniz xanım. Gözəl başlıqdır, Vətənim Aybəniz xanım. Və onun fədakarlığından danışdınız. Onu deyəcəm, deyir o Məmməd Araz deyir, bu səsin ahəngi, bu üzür rəngi, bu gülüşün duzu heç harda yoxdur. Səndən vəfalısı, səndən qəşəngi, səndən insafsızı heç harda yoxdur. Mənim qara şanım, mənim ağ duzum, mənim nar ağacım, vətən qızlar. Gözəl şeydir. Səndən vəfalısı, səndən qəşəngi, səndən insafsızı heç harda yoxdur. Heç nə bu, deməli, Çingiz Şuşa batalyonun rota komandiri olur. Özü qabil danışır, deyir, həyatımda gördüyüm ən qorxmaz adam idi. Ölümzad qorxusu yox idi onda. Və döyüşlərin birində erməni zabitindən tapança götürür, verir Aybəniz xanıma. Deyir, Şuşa alınlar birdən, mən döyüşdə ölərəm. Ermənilər əsir ki, uşaqlarımı da öldürürsən, özü də vurursan. Aybəniz. Bax, olmuş şey deyir amma. Çətin bir situasiya. Ballarım da əsgir olub düşənməz. Bilsələr Çingizin ballarıdır, mən onları çox qanıtdırmışam. Bağışlamayacaq var sizlər. O işgəncələr istəmirəm. Buna görə. Şuşa çıxır, Çingiz sonra gəlir əməliyyatda o Horadiz bu, Araz bu əməliyyatda da iştirak edən zaman Çingiz o Nəriman o kitabda mənim yox, Nərimanın xatirələridir. Siz deyirsiniz, deyir, uşağımı tanımadı ya mən. Zəhmətim. Nəriman yazmışdı onu, Nəriman heç yerdə onu verməyəcəkdi. Yaxşı ki, siz kitaba salmışsınız. Hə, yaxşı ki, salmışam. Nəriman Yusufov, Elman Yusufov dostum yoxdur. Maraqlı. Onun şəkli bu gün də mənim pulqabımdadır. Həmin Elman. Mən həyatımda nə ona qədər, nə ondan sonra elə yaşlı türk balası, Azərbaycan balası görməmişim. Nə qədər sevgi var ki, siz o şəklini gəzdirsiniz. Hə, indiyə qədər mənim pulqabımdadır onun şəkli. Təsəvvür edirsiniz ki, və Çingizin şəhid olmaq xəbəri Aybəniz xanıma çatır. Nə yaxşı, balaca qız bağçada, uşaqlar da məktəbdə olur. Və tapançanı dilir ürəyinə, atır. Çingizin tapançası ilə. Deyir, qabil, uşaqlar evdə olsaydı, uşaqları da öldürəcəkdim, qadına baxayım. Necə? Bunu necə eləmək olar? Həm böyük qadındır, həm soyuq qadındır. Bu yox, bunun adı yoxdur. Hələ qorxum, indiyəcən sual verə bilməmişəm ki, Aybəniz bacı, necə bunu eləyirsiniz? Necə özünüzə başa düşdümü? Ballarınızı necə vura bilərdiniz? Canından can olanları. İki oğlu var, maşallah, Layd var, ikisi Şuşada işləyir, evləndə də qonaq olur. Hamısı bir-birindən ağrılı hekayələrdir.